Salam əziz müəllimlər. Bugünkü testimizin izahında sizə 2024-cü ildə keçirilmiş MİQ kimya qəbul suallarının izahını verəcəm. Keçək suallarımıza. Deməli, birinci sualımızda yazıb ki, radikallardır. R1, R2, R3. Radikallardakı karbon atomlarının sayı 2 dənə, 3 dənə, 4 dənədir və metil radikallarının sayı deyir. Deməli, nə edirik burada? CH yazıbdır, ətrafına R1, R2, R3 yazıb və bizə deyir R1-də karbon atomlarının sayı 2 dənədir. Hamımız bilirik ki, bu etil radikaldır. Karbonu 2 dənə olan radikalımız etil radikaldır və çünki o bizə nəyə görə? Orada deyir, metil radikallarının sayı da 1 dənədir. Həqiqətən də 1 dənədir də metil radikalı və özündə də 2 karbon var. Sonra deyir R2-də karbon atomunun sayı 3 dənədir, amma metil radikalı 2 dənədir. Bilirsiniz ki, 3 dənə karbonlu olan propillə izopropildir, amma propildə 1 dənə metil var. İzopropildə isə 2 dənə metil var. İzopropili yazsaq, həqiqətən də görərik ki, bu 2 dənə metil var. Əla. O birisinə keçək. R3-də isə radikalın metil radikalı 3 dənədir, amma karbon sayı 4 dənədir. Əlbəttə ki, hamımız bilirik ki, bu üçlü butil radikal olacaq. Çünki 3 dənə metili var deyir. 3 dənə metili. Aha. Hazırdır. Deməli, maddəmiz gördüyünüz kimi hazırdır. Bizə deyir ki, beynəlxalq birləşmə haqqında doğru olanları seç. Beynəlxalq nomenklatura ilə adı 2,2,4 trimetil, 3 etil pentandır. Deməli, 2, 4, 5. Baxın, əslində belə bir şey var burada. Məsələn, biz burada alkandır da, ən uzun zənciri seçməliyik. Belə də seçsək, ən uzun zəncir 5 dənə karbon var. Məsələn, belə də seçsəm, ən uzun zəncirdə 5 karbon var. Amma bu bizim istədiyimiz kimi olan bir şey deyil də. Yəni, kimi məsələn, yuxarıdakı zənciri seçsin, kim aşağıdakı, elə olmur. Deməli, mən sizə onda belə bir şey öyrətmişəm ki, əgər, məsələn, seçdiyimiz ehtimallarda ən uzun zəncirdə hər ikisində eyni sayda karbon varsa, amma adlandıranda adlar fərqli çıxırsa, mən sizə demişəm ki, elə bir zənciri seçməlisiniz ki, orada belə deyək də, radikalların ölçüləri balaca olsun. Məsələn, biz belə, deməli, o ehtimalları göstərin. Bax, belə də seçsək, 5 dənə karbon var. Gördünüz, belə də seçsin 5 dənə, ən uzun zəncirdə. Bayaq belə seçdim, burada da 5 dənə karbon var ən uzun zəncirdə. Bunun belə bir ehtimalı da var. Görürsünüz, belə də seçsəm, 5 dənə karbon var ən uzun zəncirdə. İndi bəzən bu hissədə çaşqınlıqlar yaranır ki, biz hansı tərəfi seçməliyik? Yəni, belə deyək. Çünki hər tərəfi seçəndə başqa cür adlar yaranır. Baxın, məsələn, mən belə seçəndə, onda biz radikallara baxmalıyıq. Çalışmaq lazımdır ki, ən uzun zənciri seçəndə, yəni seçdim, çox ehtimal oldusa, elə seçməliyəm ki, radikalların ölçüsü balaca olsun. Mənim həmişə bir dənə cümləm var bu haqda. Deyirəm ki, radikalların sayından qorxmayın, amma ölçüsündən qorxun. Məsələn, bax, mən belə seçəndə, nə görürsünüz burada? Metil görürsünüz, bir də etil. Başqa bir şey görürsünüz? Yox. Məsələn, gəlin belə eləyək. Bizə dəqiq belə eləyim. Belə eləyəndə metil var. Bir də üçlü butil var. Radikalın sayı azdır, amma ölçüsü böyükdür. Yox, bu böyük oldu radikal. Və yaxud da ki, bu ehtimalı nəzərdən keçirək. Belə, metillərdir, bir də izopropildir. Baxın, məni nə maraqlandırdı? Radikalın sayı maraqlandırmır, o məni qorxutmur. Məni radikalın ölçüsü qorxudur. Mən eləməliyəm ki, radikalların sayı çox ola bilər, amma ölçüsü balaca olsun. Yəni, radikalların sayından qorxmayın, amma ölçüsündən qorxun. Deməli, bizim seçmə ehtimalımız bu olacaq. Buna baxın. Bu niyə? Çünki radikalların balaca radikallardır. İndi haradan nömrələyəcəm? Şaxa yaxın olan tərəfdən. 1, 2. Burada 2-yə düşdü. Bir də belə bir şey var. 1, 2. Burada da 2-yə düşdü, amma burada 2-yə 2 dənə balaca radikal düşdü də. Onda elə ən yaxşı nömrələmə buradan gedəcək. Radikallar həm balaca nömrəyə, həm də çox düşdü də radikal sayı. Aha. Deməli, radikalları dairəliyirəm ki, rahat görüm. 2, 2, 4, trimetil, 3 etil, 5-ə nə deyirlər? Pentan. Yəqin ki, artıq fikir verdiniz də, ən gözəl necə oldu? Mən o 3 ehtimal, bütün halları başa saldım sizə. Ən uzun zənciri seçdik, fikir verdiniz, ən uzun zənciri seçdik. Amma ən uzun zənciri seçəndə 3 dənə ehtimalımız oldu. Amma mən sizə başa saldım ki, elə seçməlisiniz ki, radikalların ölçüləri balaca olsun. Radikalların sayından qorxmayın, amma ölçüsündən qorxun. Bircə dəqiqə. Aha. Deməli, biz hələ ki, görürəm ki, bircə dəqiqə. Oradakı ifadəmiz H3. Aha.
Oradakı birinci ifadəmiz düzdür də. Aha. Onda 2 səhvdir avtomatik. 2 səhvdir 2 cavablardan çıxaram. A variantından D variantı qalır. Tərkibində bir asimetrik karbon var. Bəli, asimetrik karbon bax budur. Çünki 4 dənə qolu da müxtəlifdir. Baxıram. 4 qolu da fərqlidir. Buyurun. Bir də ki, belə bir şey öyrətmişəm sizə. Heç vaxt CH3 ilə CH2-də asimetriyi axtarmayın. Heç vaxt. Bilirsinizmi nəyə görə? Çünki bunun 3 dənə qolu eyni hidrogendir. Bunun da 2 qolu eyni hidrogendir. Ona görə CH3, CH2 heç vaxt asimetrik ola bilməz. Asimetrik karbon CH ilə C ola bilər. Amma o da ki, yoxlamalısan. Həqiqətən də 4 qolu fərqlidir, yoxsa yox. Yəni, burada da yoxlayacağım əslində bu karbondan bu karbon idi. Amma aşağıdakı olmadı. Çünki 3 qolu eynidir. Burada da bunun 2 qolu eyni çıxdı. Digərlərinə baxmıram. Çünki CH3, CH2 heç vaxt asimetriklik yaratmır ona görə. Həqiqətən də bizə dənə bu karbon asimetrik oldu. Çünki 4 qolu fərqlidir. Deməli, 3-də düzdür. İkili karbon atomunun sayı 4'lü karbon atomu sayına bərabərdir. Baxaq. İkili karbonları işarələyirəm. İkili karbon 2 karbona birləşənlərdir. İkili karbon bizə də nədir? Bu da 4'dür. Hə? Bəli, ikili ilə 4'lünün sayı bərabərdir. 5'də nə deyir? 3 metil oktanı nizamiyirdir. 3 metil oktanda 9 dənə karbon var. Oktanda 8, metildə də bir 9. 2, 4, 6, 8, 2, 4, 6. Burada 10 dənə karbon var. Heç bunlar bir-birini nizamiyir olanmaz. Cavab A variantı 1, 3, 4. Keçirəm ikinci sualımıza. İkinci sualımızı bax, bütün günü alimlərin reaksiyalarının üzvü kimyada da dilimizdədir də bütün günü deyirəm ki, yadınızda saxlayın. Görsünüz, düşübdür. Lebedev reaksiyası gördüyünüz üzrə SH5OH-ın 425 dərəcə Selsidə sinko alüminium 2 katalizatorundan bilirsiniz ki, burada nə alınır? Divinilin alınma tənliyidir. Özdə həm dehidratlaşma, həm də dehidrogenləşmə. Həm su çıxır, həm də hidrogen çıxır. Aha, deməli, burada Y elə bir şey olmalıdır ki, o karbondan girsin. Elə, bizə nə deyir? Hə, bizə dəqiqə. Yox, Y-ə elə bir şey qoyaq ki, indi. Y-ə elə bir şey qoymalıyıq ki, o karbonla girib X-i versin. Bax, karbon hidrogendən CH4 verər. Burada da CH4 yoxdur. Karbon bu su ilə girəndə su qazını verir. CO plus H2. CO plus H2. Karbon olsa bununla girmir də, yəni bu məlum məsələ. Bununla getmir ki, düz deyilmi? Aha, deməli su ilə girsə, bunu versə, karbon üstə gəl su, alınsın CO plus H2, elə, yəni X-i verər. Onda əgər biz buna X desək, buna su desək, Y-ə su desək, X-ə də divinil desək, olar mı? Əla. Bunlar hazırdır, tapdım. Həqiqətən də, yəni karbon burada su ilə girib, hidrogeni yox, Y-cə girib, X-i verməlidir. Hə, bu Z-dir, mən səhv işarələdim, bu Z-dir, aha. Aha, bəli, hidrogeni verə bilir. Deyir, indi bu hansı maddələrlə reaksiyaya daxil olur? Aha, mən bu heçlə, bunları tapmışam, əla. Deməli, X-ə hidrogen tapmışam, əla. Y-ə su tapmışam yerində. Z-imdə divinil. Aha, bunlar düz işarələmişəm, hər şey qaydasında. Hə, indi bunlar nə ilə reaksiyaya girər? Baxaq. X hidrogenlə girər. Hidrogenlə girməz. Hidrogenlə necə girsin? Səhvdir bu. B variantı. Hə, X-im, yəni hidrogenim kalsiumdan girir. Düzdür. Kalsium çünki hidrogenlə bizə kalsium hidrit verir. Ümumiyyətcə, hidrogen əlavə yarımqrup metallarından girmir. Əsas yarımqrupdan da alüminiumla, beriliumla başqa hamısından girir demişik. Y xlorla girir. Bu, əlbəttə, su xlorla girir. Həm adi, həm qızdırmada. Adidə H-xloro plus su. Xlorla su, adidə H-xloro, qızdıranda H-xloroz. Z-im də hidrogenlə girir. Bəli, bu maddə doymamışdır. Əlbəttə ki, girəcək. Elə cavab B variantıdır, Bakı. B. Üçüncü sualda. Deməli, üçüncü sualda 20% məhlulda həllecinin kütləsinin 25% buxarlandırılır və üzərinə məhluldakı həll olan maddənin kütləsinin 2 misli qədər maddə əlavə olunur. Alınan doymuş məhlulun faizə qatılımını hesablanır. Çox maraqlı, qəşəng sualdır. Məhlullarda bu tip suallar çox işləmişik, özünüz bilirsiniz. Baxın, gəlin belə başa düşək də. 20% məhlul demir, 20% məhlul. Məsələn, gəlin məhlulu 100% qəbul eləyək. Məhlulu 100 qəbul eləyək də, yəni məhlulu 100 qəbul eləyək. Bunun 20% həll olandır. Yəni, M həll olan 100-ün 20% 20 eləyir. İstəyirsiniz məhlulu 500 qəbul eləyin. 400 qəbul eləyin. Narahat olmayın, nəticə eyni çıxacaq. Ya nə bilim, istəyirsiniz məhlula X ilə yazın.
Başa x-in 20%-ni tapın ki, 0.2x həll olandır, 0.8x sudur. O da problem deyil. Narahat olun. Prosta həmişə adətən 100 ədədindən işləmək daha rahatçılıqdır da. Su nə qədərdir? Suda 80-dir. Mənə deyir ki, suyun 25%-ni buxarlandır. Yəni 25% nə deməkdir? 4/1 deməkdir də. Elə bil ki, suyun 4/1-ni buxarlandır. 20 qram. Deməli 80-dən çıxıram 20-yi, onda nə qaldı? 60 qram su qaldı. Elə bil 80-in 4/1-i gedir də. 25% nə deməkdir? 4/1 getdi, 60 qram su qaldı. Və üzərinə məhluldakı həll olan maddənin kütləsinin 2 misli qədər maddə əlavə olundu. Baxın, bizim həll olan maddəmiz 20 idi. 20-nin üstünə həmən o həll olan maddənin 2 misli qədər, yəni 2 vur 20 qədər həll olan maddə gəldi, onda həll olan maddə oldu 60. Həll olan 60, su 60. Nə istəyir indi? Məhlulun faizə qatılığını hesabla, heç nə. 60 plus 60 həll olanla həll edicinin cəmi bilirsiniz ki, məhlulu verir. Bu 100%-dirsə, 60 qram həll olanın da 50%-dir də, yarısı deyilmi? Aha, başa düşdünüzmü? Bax, bu da belə. Çox maraqlı sualdır. Yəni, hələ ki, özünüz də görürsünüz. İşlədiyimiz bax, bu sualların heç birində, yəni keçmədiyimiz, dərs demədiyim, bildirmədiyim heç nə yoxdur. Özünüz də görürsünüz. İndi hamısını olsa bir-bir başa salanda, baxın, görün, deyin ki, hə, müəllimə, bunlardan hansınsa bilmədik, ya keçməmişik, ya da yəni başımız çıxmadı. Elə şey yoxdur. Hamısını keçmişik, öyrənmişik, dəfələrlə dərsdə müzakirə eləmişik, hər tipdə sualda işləmişik. 5-ci suala keçirəm. 5-ci sualda nə deyir bizə? Aha, təcrübələr, 2 dənə təcrübə aparıbdır, lap yaxşı. X-in, nə deyir, molyar qatılığı bu qədərdir, Y-in molyar qatılığını verib. Aha, reaksiyanın sürətini verib. A-nı müəyyən ilə, A nədir? İkincinin sürətidir. Baxaq. Biz əvvəlcə bu tənliyi çıxartmalıyıq. Bizim bu tənliyimiz X plus 2Y alınıb Z ilə. Reaksiyanın sürətindən danışır. Siz bilirsiniz ki, reaksiyanın sürətinə təsir edən Y damil var. Onlardan da biri qatılıqdır. Belə demişik ki, reaksiyanın sürəti, reaksiyaya girən maddələrin qatılıqları hasili ilə düz asıdır. Əmsalı qədər də qüvvətə yüksəldirik, bunu bilirsiniz. Və bərk olanda onu nəzərə almırıq. Onsa burada bərk deməyib, deməli yoxdur. Deməli, mən burada kinetik tənliyi çıxarsam, sürətin qatılıqdan asılığı və bərabərdə K vur. C ayağında X vur, C ayağında Y üstündə 2 olacaq. Nə veribdir? Baxıram. Deməli, 4 verib, 4. Reaksiyanın sürətini 4 bərabərdir. K yoxdur, K vur. X-i 0.5 verib, Y-i 2-nin kvadratını verib, düzdürmü? Buradan K yerinə 2-nin kvadratı 4, 0.5-ə vuranda 2, 4-ə 2-ə vuranda 2. K-nı 2 aldım mı? İndi aparıb o birisində yerinə qoyub da nəyi tapmalıyam? Sürəti. İndi ikinciyə görə yenə V bərabərdə K vur, C ayağında X vur, C ayağında Y üstü 2. Kinetik tənlikdir də, yəni eyni bir tənliyin 2 dənə təcrübəsidir sadəcə. Bu dəfə V-nin yerinə A yazıb, A bərabərdir. K-nı aldım yuxarıda 2, 2 vur. C-x'im nə qədərdir bu dəfə? Orada var, ikinci təcrübədə X-i 2 verib, 2 vur. 0.5-in kvadratı, o deyir 1. Aydın oldu. Cavabımız varmı? 1. Bu qədər sadə, C variantı, çox qəşəng, asan, maraqlı bir sualdır. Görürsünüz, çox asan. İndi mən izah edirəm, biraz danışıram da, belə deyim. Əslində, yəni yaxşı oxuyan, öyrənən, bilən heç nə əlində nədir ki, 10 saniyəlikdir, tecə yazıb keçir. İndi mən izah edirəm deyə danışıram, vaxt uzuyur. 6-cı suala keçirəm. 3-cü energetik səviyyədə olan elektron sayı 4-cü energetik səviyyədə olan elektron sayından 18 dəfə böyük olan elementin cüt elektronlu orbitalların sayını müəyyən edin deyir. İndi biz bunu nətər eləməliyik? 4-cü energetik səviyyədə olandan danışır. Belə yazaq da. 3-cü energetik səviyyədə olan elektron sayı. Biz hamımız çox gözəl bilirik ki, 3-cü energetik səviyyədə 18 dənə elektron var. Görüm onu düzmü deyirəm? Bəli, nəyə görə? Çünki 3 bax, belə açanda 1s2, 2s2, 2p6, 3s2, 3p6, 3d10 da, yəni mən 3-cü energetik səviyyəni sizə göstərmək üçün yazdım. 3-cü energetik səviyyədə neçə elektron var? 18 elektron var. Bu da nə deyir? Deyir, 3-cü energetik səviyyədə olan elektron sayı 4-cü energetik səviyyədə olan elektron sayından 18 dəfə böyükdür. Onda belə çıxır ki, burada 4s1-dir. Görün, düzmü deyirəm? 4s1-dir. Düzmü dedim? Neyniyim? 3-cü energetik səviyyədə 18 elektron var. Bizim özümüz bunu bilirik.
Bu deyir 3-cü energetik səviyyədə olan 4-cü energetik səviyyədə olandan 18 dəfə çoxdur. Onsuz da 3-cü energetik səviyyədə 18 elektron var. Bu da 4-cüdən 18 dəfə çoxsa, deməli 4-cü energetik səviyyədə bizə də elektron var ki, 18, bax bu 1-dən 18 dəfə çox olsun. Aha. Cüt elektronlu orbital sayı. Bax, cüt elektronlu orbital sayı biri budur. Biri budur. 3 dənə budur. Bu yenə burada bir dənədir. P-də 3 dənədir. Bircə deyil, bu nə etəcəkdim? Aha. Bu niyə belə hərəkət edir? Aha. Hə, D-də. 5 dənə olur, 5 dənə. Burada da yoxdur. 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14. Aha, 14 dənə xana oldu. 14 dənə. İndi 14 dənə xana oldusa, tam dolu orbitallarının sayını istəyir, amma burada 14 yoxdur. 3-cü energetik səviyyədə olan. Hə, burada cavabımız səhv düşüb. Bilirsiniz ki, onsuz da bu testlər belə deyək də paylaşılmır deyə, elə hər tərəfdən biraz bu testləri belə yığıb sistemləşdiririk ki, izah edib müəllimlər üçün verək də izahı olsun. Yəni, baxın, yenə deyirəm, yazdım ki, 3-cü energetik səviyyədə 18 elektron var. 4-cü energetik səviyyədən 18 dəfə çox olması üçün, deməli 4 isə 1-dir. Hamısı gözümüzün qabağındadır ki, burada 14 dənə cüt elektronlu orbital var. Yəni, cavab səhv düşüb, indi onun üstündə düzəldərəm. Yenə deyirəm, sadəcə yığdım testləri, indi izah eləyəndə görürəm ki, hədə, yəni cavabında belə bir problem var imiş. Narahat olmayın, cavab 14. Keçirəm 7-ci sualın izahına. Amonyak və sulfat turşusunun tam reaksiya daxil olub. Aha, normal duz əmələ gətirib. Əla. Burada nə deyir? Nəyi tap deyir? X-i müəyyən ilə. İndi başlayaq sualımızın izahına. Deməli, biz nə görürük burada? Görürük ki, qabın içərisində 400 qram 49 faizli amonyak var. Düzdürmü? Onda biz bunu sulfat turşusunun əvvəlcə kütləsini tapaq. Deməli, 400-ün 49 faizini tapacaq da. 400-ün 49 faizini tapaq. Neçə eləyir bu? Bunlar getdi. 4, 6, 3, 196. 196 qram H2SO4 var imiş. Düzdür? Bu belə. İndi keçirik nəyə? Burada bizdən görürsünüz ki, üzərinə x qram amonyak və azot qarışığı gəlib. Elə x qram amonyak və azot qarışığı. İndi biz buradan deməli 196 qram H2SO4-ü müəyyən eləməliyik ki, bu neçə moldur? Əlbəttə 2 mol. Nəyə görə? 1 mol H2SO4 98-dirsə, deməli 2 mol 196 qramın 2 mol sulfat turşusudur. İndi o bizə məsələnin şərtində bayaq dedi ki, sulfat turşusundan amonyak reaksiyaya girsin, normal duz versin. Aparıram, bilirsiniz ki, burada amonium sulfat normal duzu yaranacaq. Əmsallaşdıranda bura 2 düşəcək. Biz yuxarıda nə tapdıq? Tapdıq ki, qabın içərisində 2 mol sulfat turşusu var. İndi olar mı tapaq görək? 2 mol sulfat turşusuna neçə mol amonyak lazımdır? Əgər 1 mola 2 mol lazımdırsa, 2 mola 4 mol amonyak lazımdır. O da mənə qabın içərisinə x qram amonyak və azot qarışığı gəlib. Və azot qazı x böl 3 qram qədər uçub gedib. İndi bax, bir diqqətlə bura baxın. Deməli, mən tapdım ki, 2 mol sulfat turşusunu normal duza çevirmək üçün 4 mol amonyak. Başqa sözlə 4 vur 17, yəni 68 qram NH3 lazımdır. İndi sual verirəm. Burada da bizə nə deyibdir? Bax, sol tərəfdə amonyakla azot x qramdır. Diqqətlə qulaq asın. Bu x qram qarışığın içindən x böl 3 qədər azot deyir, uçdu getdi. X böl 3 qədər azot uçub gedib. Onda nə qədər azot qalıb? 2x böl 3 qədər N2 qaldı. Elə qaldı. Düzmü deyirəm? Aha. 2x böl, yox. Bu qədər uçub gedibsə, azot uçub gedibsə, qarışığımız burada x qramdır. Amonyakla azot ikisi bir yerdə x-dir. Deməli, bunun içərisindən azot gəldiyi kimi də gedib. Nəyə görə? Bax, məntiqlə düşünün. Qabın içərisində sulfat turşusu var. Biz bunun üzərinə amonyakla azotu gələndə, sulfat oradakı amonyakla reaksiyaya girə bilir. Başa düşürsünüzmü? Deməli, o x qarışığın
x böl 3'ü azotdur. Bax, bu N2 daha. Onda 2x böl 3'ü isə nədir? Amoniakdır. Baxın, qulaq az, belə. Sadə. Özümüz də yəni heç məsələyə ümumiyyətcə başlamamışdan qabaq da bu fikri irəli sürə bilərdik ki, qabın içərisindəki sulfatla reaksiyaya girən amoniakdır. Yəni, nəyə görə? Çünki amoniakda əsasilik var, H2SO4-də turşudur, reaksiya getdi. Bəs bu qarışıq x idi. Bu gəldi, qabın içinə gəldi. X bölü 3 azot getdi. Deməli, belə çıxır ki, orada x-in, x bölü 3-ü azotdursa, yerdə 2x bölü 3-ü isə nəyin payıdır? Amoniakın payıdır. Biz də amoniakı neçə qram tapdıq? 68. Deməli, 2x bölü 3 bərabərdir 68-ə. Buradan da bu gedəndə neçə eləyir? 2, 20, yox, 3, bir də 4. X də bərabərdir 102 qram. Bu qədər. Deməli, bizə nəyin kütləsini istəyirdi? Amoniakın, o da ki, tapdım. 102 qram var mı? D variantı, bəli. İndi keçirəm 8-ci suala. Baxaq. 8-ci sualda nə deyir? 1 mol sellulozanın 270 kiloqram sirkə turşusu ilə reaksiyasından alınan mürəkkəb efirdə deyir, oksigen atomlarının sayını hesablayır. Deməli, biz bilirik ki, sellulozanın nişasta polisaxariddir və demişik ki, onun hər molekulunda, yəni bir molekulunda 3 dənə OH qrupu var, düzdür? Sellulozanın polisaxariddir, bir monomerinin tərkibində 3 dənə OH qrupu var. Və biz də bilirik ki, elə bil 1 OH özünə 1 mol turşu istəyir ki, mürəkkəb efirə çevrilsin. Çünki biz demişik ki, spirtdən turşu arasında reaksiya gedəndə oksigenli turşudan gedir də söhbət. Turşudan OH, spirtdən H qopur və mürəkkəb efir üstə gələk su alır. Deməli, bir spirt qrupu özünə bir dənə turşu axtarır. İndi biz də buradan nə görürük? Sellulozanın bilirik ki, bir dənə monomerində 3 dənə OH qrupu var. İndi, deməli, belə çıxır ki, onda 1 mol selluloza, düzdürmü? 3 vur 60 qram qədər özünə sirkə turşusu istəyəcək. Nəyə görə? Bir də deyirəm, bir sellulozada 3 dənə OH var. Ona görə də o 3 dənə sirkə turşusu istəyir. Və bir sirkə turşusu da 60 qramdır. Onda 3 vur 60 qram qədər sirkə turşusu istəyir. 27 kiloqramda qrama çevirəkdə 270-i. 270 min eləyirmi bu? Buna da yazıram mı x? Deməli, əlimizdə 1500 dənə nə var? Selluloza molekulu var. Əla. Aha, indi biz də bilirik ki, əgər biz sellulozanın sirkə turşusundan yaratdığı mürəkkəb efiri yazsaq, selluloza C6H10O5-dir də. Biz onun 3 dənə OH-ını çıxarsaq, C6H7O2, 3 dənə OH belə yazmırdıqmı? Bax, belə yazmırdıqmı? İndi bu turşuyla girəndə buradakı H-lar qopur. H-lar qopardırıq. Spirt qrupundan H-lar qopur. Elə bil turşudan da OH qopur da. Deməli, nə edəcək? CH3COH-dırsa, O, C, CH3, CH3, O, C, CH3, O, C, CH3 və belə. Aha, biz nə görürük? Biz buradan görürük ki, burada ümumilikdə 3 al. Bax, bunun birində, bax, bir dənə alınan bu mürəkkəb efirdə birində 8 dənə oksigen atom varsa, bəs 1500 dənəsində nə qədərdir? O da nə qədər eləyir? Eləyir 120 min. Var mı orada elə bir ədədimiz? Cavab B variantı. B variantı. Polyar rabitəsi qeyri-polyar rabitəsindən 7 dəfə çox olan doymuş bir əsaslı karbon turşusu ilə ən azı karbon atomlu optik izomerli əmələ gətirən spirtin əmələ gətirdiyi və efir istəyir bizdən. Baxaq. Deməli, biz buradan nə nəticəyə çıxacağıq? Biz bir əsaslı karbon turşusundan gedir də söhbət doymuş. Deməli, biz əvvəlcə onun formulunu yazaq. CnH2-nin üstəgəl 1COOH, düzdür? İndi bizə burada qeyri-polyar rabitə sayılır. Qeyri-polyarı tapsam, burada bilirsiniz ki, ancaq karbonla karbon arasında olur, düzmü deyirəm? Aha, CC arası olur. Karbon alfatikdir deyə karbon sayından bir vahid əksi olacaq. Mən də burada nə görürəm bu maddədə? M plus 1 dənə karbon var. Dedim, axı, qeyri-polyar CC arası bir vahid əksik. Karbon sayı M plus 1 dənədir. Ondan bir əksik nə qədər eləyir? M plus 1-dən bir əksik N dənə. Deməli, qeyri-polyarı tapdım N dənə. İndi keçirəm polyar rabitəyə. Polyar rabitədə nə var? Karbon hidrogen arası, bax, bura 2M plus 1. Elə, üstünə gələk. Deməli, elə bil bunun açılışı bu belə deyilmi? Bu hissəyə baxın, belə göstərim də sizə. COH hissədə, onsuz da bu C-ya birləşib, bu heç buna baxmayın, o qeyri-polyardır. Bax, bu hissədə 4 dənə polyar var. İndi onu silək, göstərmək üçün o quruluş astım sizə. 4 dənə polyar var, 4-ü bunun üstünə gəlirəm.
Bu eləyir 2n plus 5, düzdür? Bu da mənə deyir ki, polyar rabitəsi qeyri-polyar rabitəsi sayına 7 dəfə çoxdur. Deməli, qeyri-polyar n deyilmi? N-i vururam 7-yə, bərabər eləyəm polyara 2n plus 5-ə. Buradan da n bərabərdir. Neçə eləyir? Deməli, n bərabərdir 2-yə. Yox, bu 7-dir, 2n, 5n. Burada 5n alıram. 5n bərabərdir 5-ə. N də bərabər 1-ə. İndi aparaq bunu burada yerinə qoyaq. Ən gözəli. N-ə 1 qoyanda nə alıram? CH3, COH. Yəni, sirkə turşusunu aldıq. Deməli, biz turşumuzu tapmışıq buradan. İndi bizdən başqa nə istəyir? Deyir ki, burada bayaq deyir ki, ən az karbon atomlu optiki izomir əmələ gətirən spirt. Ümumiyyətlə, o nə deməkdir? Optiki bilirsiniz ki, asimetrik karbon atomu deməkdir də. Asimetrik karbonu ən az olan da, yox, asimetrik karbon atomu 1 olan, ən az sayda karbon olan spirti quraşdıraq. Ən gözəli bunu belə edək. Baxın, spirt demir, karbon yazdım. Spirtdirsə, nağdı bir qolu OH-dır. Demir karbon sayı ən az olsun. Onda birinə hidrogen qoy, qolun. Elə yazıq da, karbon sayını az eləmək istəyirəm də, birini H verirəm, birinə metil qoyaram, birinə də etil qoyaram. Niyə ən balaca radikallardan istifadə elədim? Çünki mənə deyir ki, karbonun sayı ən az olsun. Mən deyirlədim ki, ən az oldu da. Bundan balaca spirt var, bir atomlu asimetrik karbonu 1 olan spirt var mı bundan balaca? Yox. Ən az karbonlardan istifadə eləyərək yaratdım. Yəni, onda biz bunu silim, səliqəli yazımda belə deyək. Bax, turşunu tapmışam. CH3, COOH. Üstə gəl, spirtin belə oldu da. CH3, CH2, karbon, H, OH, bu CH3, A-sı. Bax, həmən karbon asimetrikdir. Bax, indi bundan alınan mürəkkəb ifi istəmir. Yazıram da. Turşunun qəşəng OH-ını qopardaram. Bax, belə. OH-ı itdi. Spirtin H-ını qopardıb, buraya çalışıram. CH, CH2, CH3, bizə dəqiqə CH, aha, burasında da CH3 var. Əla. Bir də su çıxır təbii ki. Bizə dəqiqə sualda nə istəyir sonda? Müəyyən edin. Hə, heç nə. Nə var ki? Adlandıraq da. Mürəkkəb efir adlandıranda nə edirdik biz? Birinci spirt hissəni, spirt hissəni adlandıracam. Bu radikal ikili butildir. İkili butil asetat. Oldu mu? İkili butil asetat oldu mu? Bu qədər. Çox rahat. Görürsünüz, suallar elə çətin deyil. Diqqətlə işləyirsiniz. Gündəlik yenə deyirəm, dərslərimizi yaxşı oxuyanlar, testləri vaxtında işləyənlər, bax, suallara baxanda nəsə qeyri-adilik görürmü? Yox. Yəni, prost məsələlərdir də, indi o qədər işləməlisiniz ki, vaxtında hər şeyi. Oca bizə problem yaratmamalıdır. Elə baxanda yolunuca birbaşa ağlımıza gətirməliyik. Bizə dəqiqə mən 9 izah elədim. İndi keçirəm. Bu tərəfdir. Mən bunu izah eləyəcəm. 10-cu sual hanı? Bax, bu. Deməli, budur. 10-cu suala baxaq. Bərabər mol miqdarda götürülmüş miski nitrat. Deməli, bizə deyir X metalı və miski nitratın oksigen mühitində közəldilməsi zamanı 46 qram azalma baş verib. Yalnız bir bərk qalıq qalmışdı. Bərk qalığın kütləsini tapın. Belə eləyək də. Onsuz da orada bax, cümlənin əslində sonunda bir dənə ipucu dedi özü. Özü dedi ha. Ki o ipucuna görə siz X metalının nə olduğunu bilə bilərdiniz. Nətər? O mənə deyir ki, sonda yalnız bir bərk qalıq qalıb. Bax, gəlin belə eləyək. Miski nitrat parçalananda nə verir? Hamımız bilirik. Kuprumo, NO2 plus O2. Bu deyil. Ay-sı. Burada bərk maddəsidir. Bax bu. Düzmü deyirəm? Bu da demir, sonda yalnız bir bərk qalıq qalıb. Deməli, mənim burada X metalım mis imiş ki, mən mislə miski nitratı oksigen mühitində közərdəndə, miski nitrat oksigen mühitində közərtmək qızdırmaqdır ha. Bunu yadda saxlayaq. Közərtmək qızdırmaqdır. Miski nitrat közərərək, yəni qızdırılaraq parçalanıb, kuprumo NO2, bərk maddə kuprumodur. X metalda mis imiş ki, oksigenlə bizə kuprumonu verir. Gördünüz, həqiqətən də bu iki reaksiyadan sonra sonda yalnız bir dənə bərk qalıq qalıb, o da kuprumo. Yenə deyirəm, mən bu tənliyə görə müəyyən elədim. İsbat elədim ki, X-in misdir, ha, yoxsa özümdən demədim onu. Aha, bunlar yazıldı. Bu da mənə deyir ki, məsələdə, bizə sualda nəzər yetirsək, bizə testin başında deyir ki,
bərabər mol miqdarda götürülmüş X metalı və miski nitratın. Baxın, bərabər molda götürülüb, yəni mislə, miski nitratda. Onsuz da biz X metalının mis olduğunu sizə başa saldım ki, niyə mən ona mis dedim? Aha, bu aydın oldu da. Bu deyir ki, bunları bərabər molda götür. İndi mən bilmirəm axı bunların molları neçədir? Bilmirəm də hərəsi neçədir. Onda olarmı yazım XX, X mol, X mol. Elə X mol mis girəndə X mol kuprumo əmələ gələcək. X mol miski nitrat parçalananda X mol kuprumo maddəsi, bərk maddəsi əmələ gələcək. Bizdən olsa bərk maddələrdən gedir söhbət deyə, mən o birlərə fikir vermirəm. Gəlin belə eləyək. Baxın, mən sizə həmişə izahlarda belə bir şey öyrətmişəm ki, dərsdə də, məsələ tiplərində də, video testlərimin izahında da həmişə bir şey başa salmışam ki, məsələnin şərtində artma, azalma görəndə tənliyin özündəki artma azalmaya baxın. Baxın, o deyir ki, bərk kütlə 46 qram azalıb. Gəlin görək bizim tənliklərimizin özündə bərk kütlədə azalma nə qədərdir? Baxın, reaksiyanın başında bərk maddə budur, reaksiyanın sonundakı bərk maddələr isə budur. Mən burada 64x plus 188x görürəm, başda da. Bu tərəfdə nə görürəm? Kuprumo 80-dir, 80x plus 80x. Düzmü deyirəm? Aha, deməli, başdakı bərk maddəm bizim nə qədərdir? 252x-ə. Bəs buradakı bərk maddə nə qədərdir? 160x-ə. Aha, nə qədər azalma var bunların arasında? 252x-də 160x-ə düşəndə 92x qədər azalma oldu. Əgər 92x qədər azalma olanda nə qədər bərk maddə alınıb? Biz ona baxaq. 160x qədər. Bu da məsələdə deyir ki, 46 qram azalma olanda nə qədər olar? Bir A yazaq. A da bərabərdir. Bundan bu gedir 2, x-lər gedir 80. Cavab 80. Buyurun. Cavab A variantı. Yəni, çox asan sualdır. Həmişə izah elədiyim məsələ tiplərindəndir. Yenə deyirəm, məsələnin şərtində artma, azalma gördünüz və yaxud da verilən ədədlərdə artma, azalma hiss elədinizsə, onda tez tənliyimizin özündəki artma, azalmaya fikir verin. Yaxşı. Digər suallarımızdan biri natrium peroksidin karbon qazı ilə reaksiyasından danışır. Aparaq reaksiyamızı. Natrium peroksidin karbon qazı ilə reaksiyası bilirsiniz ki, sualtı qayıqlarda, kosmik gəmilərdə oksigenin bərpa tənliyidir. Natri karbonat üstəgəl oksigen əmələ gəlir. Tənliyi yazırıq, əmsallaşdırırıq. Aha, tənliyimiz hazırdır. Mənə deyir ki, bərk maddənin kütləsi 112 qram artıb. Görürsünüz, yenə eyni tip məsələdir. Məsələn, şərtində artma, azalma gördünüzsə, tənliyin özündəki artma, azalmanı izləyin demişəm. Yaxşı, gəlin görək bərk maddəmiz nə qədərdir. Natrium 2O2 78-dir, 2-yə vururuq 156 qramdır. Natri karbonat bilirsiniz ki, 106-dır, 2-yə vuranda 212-dir. Aha, özü də ki, həmişə yadınızda saxlanın. Məsələnin şərtində artmadısa, deməli, mütləq bizim tənliyimizdə artma olacaq. Məsələnin şərtində azalmadırsa, deməli, 100% bizim reaksiyamızda azalma baş verib. Görürsünüzmü? O deyir ki, 112 qram artım baş verdi bərk maddədə. Baba, həqiqətən də gəlin bizdə də artım baş verib. Görürsünüz? O deyir 112 qram artıb. Gəlin görək bizdə nə qədər artıbdır. 156-dan 212-yə qalxmaq nə qədərdir? 56 qram artım var. Artım. İndi belə deyək də, bizə deyir ki, alınan oksigen. Gəlin alınan oksigeni tapaq. 56 qram artım baş verəndə 1 mol O2 əmələ gəlibsə, bəs bunun məsələn şərtində 112 qram artım olanda artımda nə qədər oksigen əmələ gələr? Biz bunu tapaq. Deməli, 2 mol O2, əla, bu qədər. Sonra bizə deyir ki, alınan oksigeni ozonatordan keçirəndə 0,2 mol azalma olur. Oksigenin isə faiz ozona çevrilir. İndi belə eləyək. Oksigeni ozonator cihazına daxil olanda bilirsiniz ki, oradan ozon qazı əmələ gəlir. Əmsallaşdıranda 3-ün 2 nisbətində. Biz burada nə görürük? Görürük ki, çünki bizə məsələdə bir şey dedi. Dedi, 0,2 mol azalma baş verir oksigende. İndi gəlin yenə. Burada nə qədər oksigen reaksiyaya girib? 3 mol. Nə qədər ozon əmələ gəlib? 2 mol. Burada nə qədər azalma baş verib? 1. Deməli, bir azalma olanda, yox, bizə dəqiqə yerim qalmayacaq. 1 mol azalma olanda neçə mol oksigen reaksiyaya girib? 3 mol. Bəs indi bu məsələnin şərtində bayaq nə dedi? 0,2 mol azalma olanda. 0,2 mol azalma olanda nə qədər oksigen reaksiyaya girib? 0,6. Əla. Deməli, oksigenin ozonatora çevrilmə zamanı 0,2 mol azalma olanda tapdım ki, 0,6 mol oksigen reaksiyaya girib. Çünki buradan nə görürəm? Bax, buradan 1 mol azalma olanda 3 mol oksigen sərf eləmişəmsə,
0,2 mol azalma olanda 0,6 mol oksigen daxil olduğunu gördüm. Bu da mənə deyir ki, oksigenin neçə faizi ozonlaşıb. Çox qəşəng. Oksigen nə qədər idi ümumi yuxarıda? 2. 2 100%dirsə, indi onun neçə molu? 0,6 molu ozona çevrilib. Onu da faizlə istədiyi üçün 30%. Bu qədər. Bax, həmişə dediyim məsələlərdə, bu tip məsələlər həm müəllimlərə, həm 4-cü qruplara çox düşəndir. Bu artma, azalma çətin bir şey deyil. Yəni, bircə dəfə yolunu, qaydasını mənimsəyəndən sonra əslində çox asandır. Yaxşı. Aha, sonra o birisinə baxaq, görək nə deyir o birisində. Deməli, digər sualımıza keçirik. Kalsium hidroksidlə H3PO4-ün mol miqdarlarını verib və onlardan alınan duzları veribdir. Ümumiyyətcə bilirsiniz ki, kalsium ortofosfatdan H3PO4 reaksiyaya girəndə 3 cür duz yarada bilər. 1. Normal duz yarada bilər, kalsium 3PO4-dən 2 dəfə. Sonra yarada bilər, kalsium HPO4 yarada bilər. Bir də ki, kalsium H2PO4 yarada bilər. Düzdürmü? İndi o bizə nə deyir? Əslində orada ipucları hamısı özü verib. Prosta biz bunları XY-i müəyyən eləməliyik. Baxın, o mənə deyir ki, kalsium hidroksidin mol miqdarı 4-dür, H3PO4-ün mol miqdarı 3-dür. Aha, deməli biz onlardan alınan duzlar. Deməli, baxın, biz elə cütlük seçməliyik ki, burada indi XY hansıdır, onları müəyyən edəcəyik. Biz elə cütlük, XY-i elə cütlük seçməliyik ki, baxın, 4 mol kalsium OH2-də neçə kalsium var? 4 dənə. 3 mol H3PO4-də neçə fosfor var? 3 dənə. Deməli, siz buradan elə cütlük seçməlisiniz ki, XY. Onlarda 4 dənə kalsium, 3 dənə fosfor olsun. Elə? 3 dənə fosfor olsun. Deməli, mən 4 dənə kalsium olsun, biri mütləq bu olacaq. Bax, mütləq. Niyə? Kalsiumun 3-ü burada var. İndi o birisi ya bu olacaq, ya bu olacaq. Niyə? Çünki mən bundan bunu da götürsəm 4 kalsium var. Bundan bunu da götürsəm orada 4 kalsium var. Bəs fosfor hissəyə baxaq mı? Fosfor hissəyə. Baxın, burada 2 fosfor var, nağda 2 fosfor. O da mənə deyir ki, H3PO4-dən 3 mol da birinci tənlikdə 4 mol kalsium OH2, 3 mol H3PO4-dür, 3 mol H3PO4-də də 3 dənə fosfor var. Deməli, mən ya 3 fosfor almaq üçün, ya deyəndə ki, yəni ya belə götürə bilərəm, ya da bununla bunu götürə bilərəm, 3 fosfor olması üçün. Amma mən bununla bunu götürə bilmirəm. Niyə? Onda bunların içində 2 kalsium olur axı və mənə 4 kalsium lazımdır. Deməli, indi nə olur olsun? X ilə Y budur. Bax, X, Y budur. Niyə? Çünki həm ikisində bir yerdə 4 kalsium var, həm ikisində bir yerdə 3 fosfor var. Amma hansı da elə bilmirəm. İndi o birisinə keçirəm. O birisində yazıb ki, kalsium OH2-dən 2 dənədir. Həqiqətən də, bax, indi bunlarda 2 kalsium var, həqiqətən. Və həm də ikisində bir yerdə 3 fosfor var. Tamam, indi bu belə gözəl. İndi biz hansının olduğunu müəyyən eləməliyik. Y hasını da işte bax, cədvəlin içində bir dənə baxın, XY, YZ. Hər ikisində ortaq Y işləndi. Deməli, Y budur. Niyə bilsizmi? Buna baxın, bax, buna baxın. Mən bunu həm burada işarə eləmişəm, həm burada işarə eləmişəm. Fikir verdinizmi? Əla. Deməli, onda Y kalsium HPO4-dürsə, onda X avtomatik birincidir, Z axırıncıdır. Əla. Bunlar çıxdı. İndi mənə buradakı atom saylarını deyir. Bax, burada neçə atom var? 3 kalsium var, 2 fosfor var, 8 dənə də oksigen, 10, 13. Burada 13 atom var. O birisində 2, 3, 7 dənədir. O birisində mürtəzənin içərisində 6, 7, 2 vuranda 14, bir dənəsi də kalsium 15. Əla. Nə istəyir ki? Burada deyir artma sırası, atom sayının artma sırası Y, X, Z. Cavab C variantına baxsaz görə bilərsiniz. Çox asan sualdır. Diqqətlə baxın, elə çətin bir şey deyil. Diqqətli işləmək lazımdır hər birini. Yaxşımı? Digər sualımızda təzyiqlə temperatur veribdir cədvəlin içərisində. Bir də həll olma əmsalını verib. Oksigen qazının müəyyən şəraitdə həll olma əmsalı cədvəldə verilmişdir. Yəni, qeyri-adi bir şey deyil. Qrafiklər var bunun, bilirsiniz ki, həll olma əmsalı KH-da ona təsir edən amillər var. Temperatur, təzyiq və həlleyicinin təbiəti. Burada cədvəlin içərisində temperatur, təzyiqdən gedir söhbət. Əvvəl bu qrafikləri çəkirəm, siz də çəkin, qeyd eləyin. Bilirsiniz ki, aqreqat halı bərk mayələrin həll olması temperaturdan düz, qazlarınki tərs asılıdır. İndi o birisində isə KH təzyiqdə bərk maye aslı deyil, qazlar isə düz aslıdır, hazırdır. İndi gəlin burada nə deyir bizə? Bizə deyir ki, qulaq asın. Bizə deyir ki, həll olma əmsalı K3-də ən böyükdür. Yox, elə bil ki, həll olma əmsalı deyir K3-də K1-dən böyükdür. Baxın, K3-də K1-dən böyükdürsə həll olma əmsalı. Onda, bir dəqiqə cədvəlin içərisinə diqqətdən baxın, bax diqqətdən. Təzyiqləri bərabərdir o heç K3 ilə K1-in.
K3 ilə K1-in təzyiqlərinə x verir. Tamam, bunda bir şey yoxdur. Onda belə deyək də, əslində x-lər çoxdur da. Yox. Həll olunma əmsalı təzyiqlə qazlarda düz asılı deyilmi? Elə bil KH təzyiqlə qazlarda düz asılıdır. Nəyə görə? Çünki təzyiq çox olanda həll olunma çox olur. Onda əgər K3-ün həll olması K1-dən böyükdürsə, K3-ün həll olması K1-dən böyükdürsə, deməli orada təzyiq çox olur. X-də təzyiq çoxdur. Elə? Deməli, çünki elə bil K3 ilə K1-in həll olması K2-dən böyük deyilmi? K2-dən böyükdür də. Onda Y-də qoy az olsun, təzyiq az olsun. Yəni, özümüz bir dənə yenə diqqətlə baxın. Mən əvvəlcə K3, K2, K1-i təzyiqlə analiz edirəm. Baxıram ki, K3-ün həll olması ən böyükdür, sonra K1-dən böyükdür, sonra da K2-dən böyükdür. Əgər K3-ün həll olması K1-dən böyükdürsə, burada təzyiqlər X-də çoxdur. Nəyə görə? Çünki məlum məsələdir ki, həll olunma əmsalı təzyiqlə düz asılıdır. Həll olunma əmsalı təzyiqlə düz asılıdırsa, deməli X-lərdə təzyiq çox imiş. Bəs temperatura nətər eləyək? K3-ün həll olmasının çox olması üçün onun temperaturu az olmalıdır. Çünki temperaturla həll olunma əmsalı tərs asılıdır. Həll olunma əmsalı çox olanın temperaturu az olmalıdır. Çünki temperatur artanda həll olma azalır. Temperatur artanda qazların həll olması azalır. Qrafika baxıb deyirəm, mən bunları. Bir fikir verim. KH temperaturuna necə asılıdır qazlarda? Tərs asılıdır. Temperatur artdıqca qazımın həll olması azalır. Düzmü dedim? İndi K3-ün həll olmasının çox olması üçün onun temperaturu az olmalıdır. Yəni B az olmalıdır. Başa düşdünüzmü? Temperaturu az olmalıdır, amma təzyiqi çox olmalıdır. K1-ə keçirəm. K1-də həll olma əmsalı K2-dən çox olması üçün təzyiqi çox olmalıdır, temperaturu necə olmalıdır? Az olmalıdır. Amma K1-in həll olma əmsalının K2-dən çox olmalıdır, axı ona da bir cədvəlin içərisində baxaq. K1-in həll olması K2-dən çox olması üçün onsuz da K1 ilə K2-nin temperaturları nədir? Bərabərdir. Temperaturlar bərabərsə təzyiqlərini müqayisə ilə də K1-in həll olması çox olması üçün təzyiqi çox olmalıdır. X-Y-dən böyük olmalıdır. Düzdürmü? Onsa bunların temperaturları da bərabərdir. İndi biz K3 ilə K1-ə baxaq. X-ləri indirsə, K3-ün həll olması K1-dən necə böyük olmalıdır? Təzyiqləri indi onsa temperaturu necə olmalıdır? Temperaturu balaca olmalıdır. B də kiçikdir adan. Cavab D variantı. Bir diqqətlə baxın. Əslində belə eləyək də, yəni biraz düz qrafikləri çəkdim, amma yəni o qədər belə hərflərdir ki, adamın istərsəməz beyni qarışır da. Belə də yaza bilərik də. Mən bunu belə daha aydın başa salaram, daha rahat başa düşməyiniz üçün deyirəm. Yazmayıb K3 böyükdür K1. Qulaq asın. Söhbət də qazdan gedir. Qulaq asın. K3 ilə K1-in təzyiqlərini qulaq asın. Təzyiqlərinə ikisinə də x deyib. Cədvəlin içinə bax. K1 ilə K3-də. Görsən təzyiqlərini x verib. Temperaturlarına nə verib? Temperaturlarına birincinə, K1-inə. Elə bil bu K1-dir, bu da K2-dir. K3-dür. Nə verib K1 ilə K3-ə? A, B veribdir. Burada bu şərtə görə nə olmalıdır? Bax, sual verirəm sizə. Təzyiq eynidir. K3 ilə K1-in təzyiqi eynidir. Baxma buna. Baxma. Temperaturuna görə analiz elə. K3-ün həll olması, çox olması üçün temperaturu necə olmalıdır? Temperaturu balaca olmalıdır. Deyin, niyə? Temperatur niyə balaca olmalıdır? Çünki KH temperaturundan tərs asılıdır. Qazlarda temperatur az olanda həll olma çox olur. Başa düşdünüzmü? Ona görə B-dən kiçikdir. Qutardı. B-dən kiçikdir, o birisində də X-Y-dən böyükdür də. Cavab D variantıdır, qutardı. Belə. Sonra 14-cü suala keçək. Digər sualımız piritdən sfalerit mineralının yanmasıdır. Ferrum eskinə sindesi yandırır. Buna X mol, buna Y mol verib. Üstünə oksigen gələndə ferrum 2O3. Üstə gəl, SO2 burada alınır. Bu yananda nə verir? Sinko, üstə gəldə SO2 burada alınır. Əmsallaşdıranda bura 0.5x düşür.
Bizə dəqiqə 0.5x. Kükürt nə qədərdir? 2x. Sonra bu birisində nə qədərdir? Y mol sink. Y qədər SO2. Bu qədər. Aha. Mənə deyir ki, 5 mol metal oksidi, 14 mol SO2. Burayı 5 mol verib. Burayı da verib 14 mol. Allah, heç nə. Sistem tənlik qurunda məsələni həll ediyor. Heç bir problem yoxdur. Deməli, 0.5x üstəgəl y bərabərdir 5-ə. 2x üstəgəl y bərabərdir 14-ə. Tərəf-tərəfə çıxsam, bunlar gedər. Elə, tərəf-tərəfə çıxsam, getdilərmi? Bu eləyir -1.5x bərabərdir. -9. Düzdür? X də buradan neçə eləyir? X də bərabərdir 9 böl 1.5. O da eləyir 6. Deməli, buradan x 6 eləyirsə, y neçə eləyəcək? 2. Y də eləyir 2. Y də bərabərdir 2. Apardım, yerinə qoydum da. Baba, x-i 6, y-i 2 almışam. Nə istəyir ki, sualda bizdən? X, y-i müəyyən elə. Hə, elə tapmışam da. Varmı? 6, 2, elə? Cavab Y variantına baxsız, rahatlıqla görə bilərik. Bu da belə. 15-ci suala keçirəm. Bizə dəqiqə 15-ci sual. Nə deyir sualda? Hidrogen, oksigen bizə dəqiqə Euler-Venn diaqramını çəkək. Ortaq 2-yə düşüb. Bir dəqiqə açılsın. Bu 1, bu 2, bu 3, bu hidrogen üçün, bu da oksigen üçün. Aha. İndi suala keçirəm. Xlor 2 ilə reaksiya girir. Xeyr, oksigen xlorla girmir, hidrogen girir amma. Biri buraya. Guruldayıcı qazın tərkibinə daxildir. Guruldayıcı qaz 2 mol H2, 1 mol O2-dir. Bəli, bu ortayadır. Sonra suyu sıxışdırıb çıxarmaqla toplamaq olar. Bilməyənlər qeyd eləsin. O qazları suyu sıxışdırıb çıxarma üsulu ilə sınaq şüşəsinə yığmaq olar ki, o qaz nə suda həll olmasın, nə də su ilə reaksiya girməsin. Deməli, 3-ü yazırsınız buraya. Kükürt ilə reaksiyada reduksiyecidir. H2 üstəgəl S, H2 salınır. Oksigen üstəgəl kükürt alınır, SO2. Deməli, burada nə baş verdi? Hidrogen burada 0-dan müsbət 1-ə gəlib. Həqiqətən də reduksiya edicidir. Oksigen nə baş verdi? Oksigen 0-dan -2-yə gəlib. Burada oksiyləşdiricidir. Deməli, bu 4 buraya gəldi. Alüminiumla reaksiya girir. Siz bilirsiniz ki, hidrogen, alüminium, berelyum, silisium, fosfor, A, B, sip yadda saxlamışıq. Hidrogen bunlarla girmir. Oksigen də halogenlər, təsirsiz qazlar, gümüş, platin, qızılla birbaşa girmir. Deməli, burada alüminiumla girən oksigendir. O da 5 buraya aiddir. 1, 4, 2, 3, 5. Cavab B variantına baxsaz görərsiniz. Qutardı. Eləmi? Bu bir suala keçirəm. 16-cı sualdır. Davam ediləm digər sualımıza. 16-cı sualımızda deyir, X mol CO-dan Y mol oksigenin reaksiyasında oksigen tam sərf olunur. Alınan qarışığın orta molyar kütləsi 40 olarsa, X bölü Y nisbətini hesablayın. Yəqin ki, artıq bu məsələnin içərisindəki ipucunu tuta bildiniz. Çünki mən sizə dərsdə də yazdırmışam ki, reaksiyadan sonra qaz qarışığı deyəndə alınan qaz nəzərdə tutulur, bir də girəndən artıq varsa. Baxın, əvvəlcə o mənə deyir ki, əlimizdə X mol CO var idi, Y molda oksigen var. Bilmirəm də nə qədər. Bundan hələ xəbərim yoxdur. Bu mənə deyir ki, bunların reaksiyası. Yazıram CO, üstəgəl oksigen, alınır, bilirsiniz ki, CO2. Tənlik yazılır, əmsallaşdırılır. İndi fikriniz məndə olsun, diqqətlə qulaq asın. Baxın, bu mənə deyir ki, alınan qaz qarışığı. Sual verirəm də sizə. Özü də şərtli sual başda yazıb, oksigen təmiz giribdir. Deməli, alınan qaz qarışığı deyəndə burada nə nəzərdə tutulur? Alınan bir də girəndən artıq varsa. Düzdür, belə öyrətmişəm. Bu cümlənin mənasını sizə yazdırmışam. İndi oksigen təmiz reaksiya giribsə, özü deyir də, oksigen təmiz girib. Onda deməli, reaksiyadan sonra qaz qarışığı bulardır. CO2 ilə CO2. Niyə? Çünki bu alınan mütləq orada var. Çünki CO2 alınan da orada 100% var. Bu deyir oksigen təmiz girib. Oksigen təmiz giribsə, deməli CO-dan artıq var da. Çünki deməli ki, CO təmiz girib. Oksigen təmiz sərf olunub, deməli burada CO-dan artıq var. Amma indi nə qədərdir bilmirəm də. Bir A yazıram, buna da bir B mol yazıram. Bilmirəm də nə qədər artıq, nə qədər alınıb, nə qədər artıq qalıb CO2-dən ondan bilmirəm. Ona görə də birinə A, birinə B yazdım. Bu da mənə deyir ki, alınan qarışığın orta molyar kütləsi 40-dır. Onda yazıram 40 bərabərdir. Alınan qaz qarışığı nə idi? A mol CO2 alınıb dedim. Bir də B molda CO artıq qalıb da. İndi bilmirəm axı nə qədər artıq qalıb. İndi ona baxacağım.
A vur 44 üstəgəl, orta molar kütlədən danışıb da. B vur 28 bölək. A üstəgəl B-yə. Siz bilirsiniz də, orta ədəd tapmaq üçün molları və yaxud da həcm olsun, molekul olsun da fərqi yoxdur. Həcm faizi olsun, yəni həcm payı olsun, kütlə payı olsun, fərq eləmir. M-ortanı tapanda verilənləri M-lərə vururuq, bölürük verilənlərin cəminə. Buradan da 40A üstəgəl 40B bərabərdir. 44A üstəgəl 28B. Bu da eləyir nə? Buradan buna çıxanda nə qədər eləyir? Bu 4A bərabərdir 12B-yə. Buradan A bərabərdir 3 eləyir, B bərabərdir 1 eləyir. Düzmü yazdım? Aha. Deməli, elə də yaza bilərik, ya da saxlaya da bilərik də biz bunu. Belə də saxlasaq olar mı? Elə parf yerinə qoysam. A bərabərdir 3B saxlayaq. Aha. İndi mən nə gördüm? Deməli, bu 3B-dir. Bax, qulaq asın, bu 3B-dir. Bu da nədir? A-nın yerində ühə. Deməli, burada 3B qədər CO2 alınıbdır. Baba, bu alınan CO2 idi də. Bilmirdim nə qədər. İndi tapdım ki, 3B qədər CO2 alınıb. Bəs burada CO-dan da nə qədər artıq qalıb? Elə B qədər. Hələ ki, bilmirəm də bunu. Aha, B-də elə dursun. İndi bir şey var. Olar mı mən tapım görüm? 3B qədər, qulaq asın. 3B qədər CO2 alınanda, bu da 2, buna bir x, nə bilim, həzm yazaq, elə V yazaq. Buraya da 2. Olar mı tapım görüm? 3B qədər CO2 alınanda nə qədər CO xərcləmişəm? Bunu tapıram. Nə qədər xərcləmişəm? 3B, əla. İndi bir şey var. Bax. Nə qədər CO xərcləmişsən? 3B. Bəs nə qədər CO artıq idi? B qədər. Onda cəmi 4B qədər CO var imiş. Əla. Bu tapıldı. Aha. Deməli, bunu tapmışam. Bəs bir də mənə nə lazımdır? Oksigen lazımdır da. Oksigen olsa təmiz sərf olunub. Gəlin görək nə qədər idi. 3B CO2 alınanda buna da bir, nə bilim, elə buna da bir V1 ya V2 yazın. Buraya da 1. Onda buradan da V1 bərabərdir. 1/5 BO2. Deməli, 1/5 də BO2 reaksiya giribdir. Olar mı? Əla. Bu qədər sadə. Qutardı, hazırdır. Deməli, mən yenə deyirəm, reaksiyadan sonra qaz qarışığı deyəndə alınan nəzərdə tutulur, bir də girəndən artıq varsa. Alınan göz qabağındadır. 3B qədər CO2 alınıb, yəni biz bunu görə bilirik. Yəni onu nətər elədim, bir dənə diqqətlə baxın. Əlbəttə ki, alınan orada CO2-dir, bir də CO-dan artıq var, qaz qarışığı olaraq. Və mən də buradan orta ədədi verməyib, 40. Alınan CO2-yə bir A yazdım, artıq qalan CO-ya bir B yazdım. Bunların ortağını 40-a bərabər elədim, M ortasını 40-a bərabər elədim də. Mən CO2-mi 3B tapdım. 3B CO2-yə görə tapdım ki, nə qədər CO sərf eləmişəm, nə qədər oksigen sərf eləmişəm. Oksigen 1/5 sərf eləmişəm, elə bu onsuz da 1/5 imiş, çünki təmiz girifdir. Amma CO-nu tapdım ki, 3B qədər sərf eləmişəm. Bayaq da burada yazmışdım ki, B qədər artıq qalıb, onda opşi CO 4B imiş, oksigen də 1/5 imiş. Buna biz X demişdik, buna da biz Y demişdik. X-i də Y-ə böləndə, 4-ü 1/5-ə böləndə nə düşür? 2-yə vurursan da 8-in 3-ə. Bu qədər sadə. Var mı orada elə bir şey? Cavab C variantı. Termit qarışığının artıq miqdarda xlorid turşusundan reaksiyasından. Hər kəs çox gözəl bilir ki, termit qarışığı özü də əvəz etmə reaksiyasıdır. Ferum 2O4-ün üstünə alüminium gəlməkdir. Alüminium 2O3 üstə gəl ferum. Bu tənliyin əmsallarını sizə rahat öyrətmişəm. Demişəm ki, sağla solda oksigenlərin bərabərliyindən yola çıxın. Başda 4 oksigen var, sağda 3. 4 ilə 3-ə ortaq ədəd 12-dir. Bunu 3-ə vuraram, bunu 4-ə vuraram. 8 alüminium var, 9 dənə də dəmir. Yəni, ümumiyyətlə, əmsallarını özüm xatırlatdım. Ehtiyac yoxdur. Çünki burada deyir ki, termit qarışığı ferum 2O4-dən alüminiumdur. Bunları xlorid turşusundan reaksiya aparılır. Alüminium xlorid turşusundan reaksiyaya girsə, hamımız bilir ki, alüminium xlorid üstəgəl H2 verəcək. Ferum 2O4 nə ilə reaksiya girsin deyir, xlorid turşusundan. Bilirsiniz ki, qarışıq oksidlər əsaslarla girmir, amma qarışıq oksidlər turşularla girir və 2 dənə müxtəlif normal duz verir. Niyə? Çünki qarışıq oksidin içərisində metalın 2 valentliyinə malik olan oksidi durur. Burada dəmir 2 valentlidir, burada dəmir 3 valentlidir. Ona görə bir dəfə dəmirin 2 valentli duzu, bir dəfə də 3 valentli duzu alınır. Üstəgəldə su alınır burada. Əla. Ferum xlorik alındı, ferum məhsullarımı istəyir. Buyurun. Duzları istəyir də, reaksiyadan alınan duzlar. 1, 2, 3. Yoxurlar yoxdur ki, cavab 7 də elə. Əla, qutardı. Bu qədər sadə. Bir molunun yanmasından 6,5 mol su alınan doymuş 2 lamin CH rabitələrin sayı doymuş monoamin monokarbon turşu molekülün rabitələrin sayına bərabərdir. Bu turşunun əmələ gətirdiyi tripeptidin əməli heç nə. Baxaq da. Baxın.
1 molun yanmasından 6,5 mol su alınan doymuş ikili amin. Aminlərin ümumi formulu CnH2 üstəgəl 3N-dir. Ümumi formul 1-lidə, 2-lidə, 3-lü amindədirsə, hamısı üçün ortaq formuldur. Bu yananda nə istəyir? Su istəmir. Onda elə birbaşa suya doğru sxem qursam olarmı? Yox, elə gəlin burada azota görə əmsallaşdırmamızı aparaq. Yox, bizə dəqiqə tənliyi qoyun elə yazım ki, əmsallaşdırmaya da yer qalsın da. Üstəgəl oksigen CO2 alınır, bilsiz N2 alınır, bir də su alınır. İndi baxıram. Azot 2 dənədir deyə bunu 2-yə vururam. Karbona görə bura 2N düşür. 4N plus 6. Onda buraya 2N üstəgəl 3 düşür suya. Sağda neçə oksigen var? Sağda oksigen sayı 6N plus 3 dənə döyümü? Bəli. 6N üstəgəl 3 bölü 2 buraya düşür. Nəysə, tənli yazım, əmsallaşdırdım. Bunu 1 mol verib, molun altı əmsal yazılır, bilirsiniz. 6,5 mol su alınır. Suyun üstünə 6,5 yazıb, altına 2N plus 3 yazıram. 1-i vururam 2N plus 3-ə, 2N plus 3 bərabərdir. 2-yi də vururam 6,5-ə, bu da eləyir 13. Düzmü gedirəm? Aha, indi çıxır 5. Hə də, 13 eləyir. Aha, 5. İndi mən bunu nə tapdım? Deməli 5-də C5, H, 2 dəfə 5, 13, N. Amma sən bunu ikili amin kimi açmalısan. İkili amin kimi açmalısan, çünki o ikili amin demişdi. CH rabitəni saymalısan. Aha, ikili amin nədir? Azot 2 karbona birləşsin. 5 karbon var. Məsələn, ikisini buraya verək, üçünü buraya verək, problem deyək. Əsas odur ki, karbona birləşən hidrogenləri saymaqdır da məqsəd. Gəlin baxaq, bizə dəqiqə. İndi gəlin nəyə baxacağıq? İkili amindir də bu. 5-i buradadır. 7-si də buradadır. 12 dənədir. 12 dənə CH rabitəsi var. Əla. 12 yadında saxla. İndi mənə deyir ki, CH rabitələrinin sayı doymuş monoamin monokarbon turşusundakı molekulundakı rabitələrin sayına bərabərdir. Monoamin monokarbon turşusunun söhbət amin turşudan gedir də. O da nətər idi? CnH2, NH2, COOH. Deməli, CH rabitə burada 12 dənə idi. Bunun ümumi rabitəsini 12-yə bərabər edəcəyik. Ümumiyyətcə 12 dənə rabitəsi olan elə nümunə ilə də yaza bilərik də. Glisin olarmı? Qoy baxım. CH2, karbon 2 qat oksigen, OH, NH2. Sayın görün burada ümumi nə qədərdir? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Yox, 12-yi ödəmək üçün bir dənə də artırmalıyıq bundan. Deməli, buraya artıraq. Belə eləyəkmi? CH2, NH2. Sayın görüm indi. Sayaq mı? 1, 2, 3, 4, 5, 6, 7. 7 dənə xəttləri saydım. Ümumi rabitədən danışır ha. Hidrogenləri sayıram. 2, 4, 6. Boy, 13 dənəyə çıxdı axı bu indi. Nəsə səhv yazmışam. Molekulundakı rabitələrin sayına bərabərdir. Bizə dəqiqə 2, 4, 5, 6, 7 dənə burada. Ya da 7, nə işə? 2, 4, 6 dənə daxı. Səhv, yox. Burada bir dəqiqə ümumi formuldan çıxsaq yola, bizə dəqiqə. Bu nəsə oldu, yəqin nəsə gözümdən qaçdı. CnH2, NH2, COH-da da formul düzdür. Biz burada ümumi rabitənin sayına elə bir 12-yə bərabər eləməliyik də. NH nə qədərdir? 2 dənə. 2 vur. NH-ım 2 dənə. Yəni, belə deyək də, NH arasında 2 dənədir, üstə gələk. Düzdürmü? Karbon-karbon arasında karbon sayından bir vay əksik. Burada necə karbon görürsünüz? 2 dənə. Ondan bir əksik, bir dənə eləyir. Elə üstünə gələk. Karbon hidrogen arası. Bax, karbona birləşən hidrogen 2N dənədir. Üstə gələk. Bəs COH hissədə nə qədərdir? COH hissədə də COH-ın açılışı belə deyilmi? Bax, belə. Bu hissəni saymışam da, ona CC arası saymışam o hiss. Burada 4 dənə. Bu da nə qədər eləyir? 2N üstə gələk. Yox, bir dəqiqə, biz nəyi gözümdən qaçırdım? Yox, karbon sayını hara verdim? Bizə dəqiqə. Burada nəsə səhv getdi. NH arası 2 dənədir, 2 dənə. Üstə gəl. Burada neçə karbon var ümumi? N plus 1. Ondan bir vayda əksik, hə, N dənə. Karbon-karbon arasında N dənə. Üstə gələk. Karbon-hidrogen arası 2N. COH-da da 4 dənədir. Bu neçə eləyir indi?
3n üstəgəl 6 bərabər neçə bərabər edəcəm? Çünki bu maddədə ümumi 12 dənə idi də. Buradan da n neçə eləyir? 12-dən 6 3-ə böləndə 2. Hə də, deməli 2 karbonlu imiş də. Yəni n 2 aldım. Deməli o bu imiş. C2, H4, COOH, bir də NH2 çıxdı. Aha. İndi bunun bir dəqiqə buradan bir yeri ayırım. Bizdən burada nə istəyirdi? Bundan alınan tripeptidin emerini istəmirmi? Tripeptid. Tripeptid üçün sxem nətər yazılır? Yazılır ki, 3 amin turşu, 3 amin turşu ox qoyuram tripeptid. Üstə gələk, həmişə 1 mol əysik su çıxır da, 2 mol su çıxacaq. Bir tripeptid. Bunun emeri nə qədərdir? Ümumiyyətcə 14n plus 61 deyilmi? Amin turşuların emeri 14n plus 61'dir. Mən də n2 almışam. 14'ü 2'ye vur 28, 61 gəl 89. Deməli bu 3 vur 89'dur. 2 mol su da 36'dır. 3 vur 89'dan da 36'yı çıxanda 231 qalır da məlum məsələ. Var mı orada elə bir şey? Hə, A variant. Yox, yəni sadə bir sualdır. Gərək diqqətdən baxasan da hər şeylə. Hər detala diqqətdən baxmaq lazımdır. Nə deyir o birisində? Benzol molekuluna metil radikalları birləşdikdə orta metapara vəziyyət əmələ gəlir. Onun nitrat turşusu reaksiyasında orta para vəziyyətdə əvəzləmə olur. Onun nitrat turşusu reaksiyasında orta para vəziyyətdə əvəzləmə olur. Nəyini, sayını yazmalıyıq onda biz bunu. Hə, kisiloldan danışmır burada. Kisiloldan. Yazaq da. Orta kisilol necə yazılır? Qulaq asın. Birinci əvvəlcə orta kisilol işləyirəm. Orta kisilol odur ki, metillər yanaşı olsun. Yəni 1-dən 2-də olsun. Da əsas o, yəni indi 1-dən 2-dən də imenli 1-2 ora demək deyil. Yəni istəsəm bura qoya bilərəm. 1-2-də olsun da əsas odur ki, yanaşı olsun. Tamam. Aha, yazdım. Elə buradan yazaq. 1-2 vəziyyətdədir. Əla. İndi bunun neçə dənə ehtimalı var? Nitrat turşusuna əmələ gətirdiyi. Onsuz da ortada bu dəyişənməz. Qətiyyən dəyişənməzsən. CH3-lər işin olmasın. Çünki harada yazırsan yaz, amma CH3-lər yanaşı ola bilər. Mən NO2-yi bura yaza bilərəm. Başqa ehtimalım aradır. Bir də bura yaza bilərəm. Başqa ehtimalım varmı? Başqa. Orta kisilova belə yaza bilərik. Bu ehtimal, bu ehtimal. Sonra NO2-yi bu tərəfə də yaza bilərik də. Düz deyilmi? Bu tərəfə yazsaq, onda orta vəziyyətdən yaxın olmalıdır da. El eləməliyik ki, yaxında olsun. İndi bunun fikirləşirik ki, belə bir ehtimalını da yaza bilərikmi? Məsələn, CH3, belə yazaq da. İndi düşünürük ki, bax, burada nömrələsək 1, 2, 3, 4, 5, 6, 1, 2 dimetil, 3 nitro. Burada 1, 2, 3, 4, 5, 6, 1, 2 dimetil, 4 nitro. İndi məsələn biz bunu indi öz fikrimizdə belə düşünürük ki, 1, 2, 3, 4, 5, 6, 1, 2 dimetil, 5 nitro. Bu NO2 daha üzr istəyirəm, bu NO2-də. Hə, 5 nitro, xeyr. Burada nömrələməm səhv oldu, denən niyə? Çünki mən bunu belə nömrələyə bilməzdim axı. Nəyə görə? Baxın. Burada fikir verin. Mən burada 1, 2, 3, 4, 5, 6. Nitro qrup 5'ə gəldi düşdü. Mənim nömrələməm səhv getdi axı orada. El eləməliyəm yaxına düşsün də. 1, 2, 3, 4, 5, 6. Onda nə oldu? 1, 2 dimetil, yəni orta kisil oldu da. Yəni yenə orta kisil yaratmışam. Amma yenə nitro qrup 4'ə düşdü. Bundan bu yeni şeydir. Əslində diqqətlə baxın, yeni şeylərdir bunlar. Hə, 1, 2, 3, 4, 5, 6. Görürsünüzmü? O da 1, 2 dimetil. 4 nitroksil oldu. Bu da 1-2 dimetil, 4 nitroksil oldu. Siz bunu buraya yazmaqla 5 eləmədiniz onu. Biz yaxına gedirik həmişə. Deməli, bunun 2 dənə ehtimalı oldu. Birincidən ikinci. Zardır. H tərəfə yazırsan yaz, yuxarıdakılarla eyni alınacaq. Metanı necə yaza bilərəm? Bir dənə ona fikir verək. Meta. Meta da onsuz da belədir də. Metanımızın qələm niyə belə eləyir? Hə. Metamız belədir də, onsuz da belə. Harada yazırsan yaz, arada bir fərq olmalıdır. Biz nitro qrupu hara yaza bilərik? Bir bura yaza bilərik, fərqli oldu. Bir bura yaza bilərik, həqiqətən fərqli oldu. Elə? Görün, indi nəsə, məsələn, düşünürsünüz əslində, bura yazaq. Mən də düşünürəm ki, bura yazaq. Məsələn, belə yazaq. Düşünürəm ki,
arasında yanaşı. Bu ola bilər də. Bəli, buradan 3 dənə ehtimal aldıq. Hardan görürəm? Bu nədir? 1, 3 dimetil 2 nitro. Bunun adı nədir? 1, 3 dimetil 4 nitro. Buna gələndə isə, yox, mən buna niyə yenə NH3, CH3 yazmışam? Bu yenə O2-dir. Hə, indi buna nömrələsək, 1, 2, 3, 4, 5, 6, nə çıxır adı? 1, 3 dimetil 5 nitro. Yuxarıdakılarla fərqlidir, bax. 1, 2, 3, 4, bu 1, 3 dimetil 4 nitrodur. 1, 2, 3, 4, bu 1, 3 dimetil 2 nitrodur. Bu isə 1, 3 dimetil 5 nitrodur. Burada isə 3 dənə ehtimal oldu. 3 dənə ehtimalı almışam, gördüyünüz üzrə. İndi o birisinə keçirəm. O birisində də yəqin ki, para vəziyyəti deyir. Para vəziyyət budur. Para vəziyyət budur ki, metillər 1,4-də olsun. Metillərimiz 1,4-də olsun. Aha. Mən nitro qrupu necə yaza bilərəm bura? Gəlin belə baxaq. Burada yazsam eyni şeydir. Düzdür? 1,4 dimetil 2 nitro olacaq. Bax, burada yazsam eyni şeydir. Ha. Onda buradan nömrəliyik də. 3, 4. 1, 4 dimetil 2 nitro. Aha, bir ehtimal budur. Başqa bir ehtimalı varmı? Başqa bir ehtimalını əslində belə fikirləşirəm, görək də, yəni fikirləşirəm sadəcə. Aha, yenə yaxın tərəfdən başlayacağım. 1, 2, 3, 4, 1, 4 dimetil 2 nitro. Onsuz yenə o ki, buraya da yazsam yenə 1, 4 dimetil 2 nitro. Bunun bircə dənə ehtimalı oldu. Başa düşdük. Neçə ehtimal oldu? Bircə dənə. O da bizdən ehtimalları soruşur da anonsda. Asan sualda görürsünüzmü? Sonra bir dənə sualımız qaldı. Bizə dəqiqə. Bir dənə 20-ci. Biz onda nə aldıq cavabımızı? 2, 3, 1 ehtimal aldıq da, düzdür mü? 2, 3, 1 ehtimal. O da hansı cavabda var? A variantında. Keçək 20-ci sualda. Görək bunda nədən danışır. Deməli, belə bir maraqlı bir sualımız verir. C3H4-dür, bir də CH4-dür. Bizə deyir, karbohidrogenlərdir, kütlələri MM-dir, lap yaxşı. Tam yanmasından alınan ümumi karbon qazının molu. Onda biz sıxım quraq elə karbon qazına doğru bir də tənliyi yaz, əmsallaşdır, uzun gedir də. Tənliyimizi əmsallaşdıraq. Bu da karbon qazı ilə birin birədir. Mənə deyir, karbohidrogenlərin kütləsi MM bərabərdir. Tam yanmasından alınan ümumi karbon qazının mol sayı 11-ə bərabərdir. Baxın, mən sizə demişəm ki, yəni biz qarışıq məsələlərində adətən sistem tənliyi öyrətmişəm də. Baxın, bu bizə deyir ki, ikisi bir yerdə yananda 11 mol karbon qazı əmələ gəlir. Biz nə görürük? Bunlar yananda bir yerdə 4 mol CO2 alınır. Amma bu deyir 11 mol alınsın. Onda mən nə bilim, bunlar neçə nisbətdə götürülür? Əmsalların nisbətindən işliyini öyrətmişəm. Bax belə. Birinci cərgəni X-lə, ikinci cərgəni isə Y-lə işlədim. Burada bizə nə veribdir? Biz özü şərtdə belə bir şey yazıb. Deyir ki, bu karbohidrogenlərin kütləsi MM, yəni bərabərdir. Bax, birincinin kütləsi nə qədərdir? 12 3-ə vuranda 36, 4 gəlində 40x-dir. O birisi isə 16y. Deyir, bunların kütlələri bir-birinə bərabərdir. Buradan mən nəticəmi nə alıram? X bərabərdir 0,4y. Düzdürmü? Və burada karbon qazının mollarının cəmi 3x plus y bərabərdir 11-ə. Mən x-i buraya yerinə qoysam 0,4 olar mı yerinə qoyum? Qoya bilərəm də. X-in qiymətini burada nəzərə alıb qoysam, üstə gəl y, bu y-də da. Çünki x-in yerinə 0,4y. O da bərabərdir 11-ə. Buradan bunu ala bilərəm. Deməli, x-mi bunu almışam. İndi bunu gətirim, burada yerinə qoyum. Nə yazdım burada bizə dəqiqə? Bu eləcə x döyək. 3 vur, x-in yerinə 0,4y yaz. Üstə gəl y bərabərdir 11. 1 onda 2y üstə gəl y bərabərdir 11-ə. Bu da neçə eləyir? 2 onda 2y bərabərdir 11-ə. Y deyir 5-ə. Y-i 5 aldım mı? Məndən nə istəyir? Mənə deyir ki, m-i tapın. Onsa bunların kütlələri eyni idi də. Yəni biz burada 40x bərabərdir
16 y almamışıqmı? Y-i də 5 almışam. Gətir burada yerinə qoy da. 16-yı 5-ə vuranda 80. Yəni o birisi də 80 imiş. Narahat olmayın. Niyə? Çünki y-i gətir burada yerinə qoy. Y-i 0.4-ə vuranda 2 eləyir. X-im də 2 eləyir. X-i də 40-ı da 2-yə vuranda görürsünüz, həqiqətən də ikisi də 80 eləyir. Əla. Asan sualdır, elə bir çətin sual deyil. Sistem tənliklə, əmsalların nisbətindən. Yəni hər tip məsələ, burada nə tip məsələ varsa hamısını dərsdə işləmişik. Hər cürəsindən. Ona görə sadəcə nə olmaq lazımdır? Diqqətli olmaq lazımdır. Evə verilən tapşırıqları vaxtı-vaxtında işləmək lazımdır. Nə həllər, izahlar göndərilir, hamısına bir-bir baxmaq lazımdır. Bugünkü testlərimizin izahı bu qədər. 2024-cü il MİQ kimya suallarımızın izahıdır. Deməli, inşallah növbəti videomuzda testimizin arxasını izah edəcəm.